Salam, hər vaxtınız xeyir. 9 mart tarixində keçirilmiş imtahan suallarının həllinə baxaq. Bu həllərini yazıb, deməli başqa bir səslə YouTube-a yerləşdirmişdim. YouTube nəsə blok elədi videonu. Ona görə elə burada üstündə səsli izah edəcəm. Həllərini yazmışam. Sadəcə üstündə səslə izah edəcəm. Başlayaq 61 nömrəli sualdan. Kəsişməsi boş olmayan A və B çoxluqları üçün n(a-b) 6, b-a 4 olarsa, birləşmədəki elementlərin ən kiçik qiymətini soruşur. A-b A-da olub B-də olmayan elementlərin sayı 6, b-a B-də olub A-da olmayan elementlərin sayı 4-ə bərabərdir deyir. Kəsişməsi boş olmasın deyir. Ona görə birləşmədəki elementlərin ən kiçik qiyməti alması üçün kəsişmədəki elementlərin ən az 1 götürməliyik sayını. Bu zaman 6 plus 1 üstə gəl 4. Deməli, birləşmədə ən az 11 element var. Düzgün cavab A variantı. 62 nömrəli sualda ifadəsini vuruqlara ayırın deyir. 5-i orta quruq çıxardırıq. 5 minus A. Bu ən sadə sual idi. 63 nömrəli sualda cədvəldəki ədədlərdən hansı irrasionaldır? Cədvəldə 10 ədəd var. Bunlardan 4'ü irrasionaldır. Olacaq 10'da 4, 0,4'ə bərabərdir. Yəni C variantı. Burada bəzi şagirdlər 1,4'ə qədər 6, 4'də 3 və 1,4'ə 6'nı da irrasional olaraq götürüb. Həmin ədədlər rasional ədədlərdir. Çünki onları biz n bölünsün n şəklində göstərə bilirik. Ona görə onlar rasionaldır. Düzgün cavab C variantı. 64 nömrəli sualda ifadəsinin qiymətini soruşur. Köklər eyni dərəcədən olduğuna görə bir kökün altında vururuq bunları. Yəni 11 minus kök 21. 11 plus kök 21. Bu da A minus B, A plus B, A kvadratı minus B kvadratı müxtəsər bölmə düsturunun açılışıdır. 11'in kvadratı minus kök altda 21'in kvadratı, 121 minus 21, kök altda 100, bu da ona bərabərdir. 65 nömrəli sualda şəkər çuğundurundan onun kütləsinin 20% qədər şəkər alınır. 80 ton şəkər çuğundurunun neçə ton şəkər alınır? Deməli, şəkər çuğundurunun deyir, kütləsinin 20% qədər şəkər alınır. Bizdə də 80 ton şəkər çuğunduru var. 80'ın 20%'ini tapırıq. Deməli, 16 ton şəkər alınacaq. İkinci sualda, daha doğrusu 66 nömrəli sualda y-in hansı qiymətlərində ədədi silsilənin ardıcıl hədləridir deyir. Ədədi silsilənin ardıcıl hədləri olması üçün deməli ikinci hədd özündən əvvəlki və özündən sonraki hədlərin cəminin yarısına bərabərdir. Burada da ikinci həddimiz modul ifadə şəklində verilib. Modulda 3 minus y bərabərdir. Birinci və üçüncü hədlərin cəminin yarısı. Y-lər islah gedir. Altdan 2 çıxanda 4. 4'ü də 2'yə böləndə 2. Modulda 3 minus y bərabərdir. 2 təninin həllini bilirik. Bir dəfə 3 minus y müsbət 2. 3 minus y mənfi 2. Buradan y 1 və 5 alınır. Yəni D variantı. 67 nömrəli sualda iki kürədən birincinin həcmi ikincinin həcmindən 27 dəfə böyükdür. Birinci kürənin səthinin sahəsi ikinci kürənin səthinin sahəsindən neçə dəfə böyükdür? Deməli, V1 bərabərdir 27 V2 və yaxud da V1 bölü V2 27 şəklində də yaza bilərik. Biz bilirik ki, oxşar fiqurların həcmlər nisbəti oxşarlıq əmsalının kubuna bərabərdir. Yəni K-nın kubu. Buradan K kubu 27, K olacaq 3. Sahələr nisbəti isə oxşarlıq əmsalının kvadratına bərabərdir. 3'ün kvadratı olacaq 9. Yəni B variantı. 68 nömrəli sualda bərabərsizliyin ən böyük və ən kiçik tam əllərinin hasilini soruşur. Mənfi 5,3'dən böyük mənfi tam ədəd mənfi 5'dir. 6'dan kiçik ən böyük tam ədəd də müsbət 5. 5'i mənfi 5'ə vuranda olacaq mənfi 25, yəni Y variantı. 69 nömrəli sualda iki perpendikulyar müstəvinin birindən 2 cm, digərindən 4 cm məsafədə yerləşən nöqtədən bu müstəvilərin kəsişmə xəttinə qədər olan məsafəni, yəni O nöqtəsinə qədər olan məsafəni soruşur. İki perpendikulyar müstəvi götürdüm. Alfa və beta müstəvisi. Bunlar düzbucaq əmələ gətirir, perpendikulyar olduğuna görə. Burada bir nöqtə götürürük, A nöqtəsi. Bu deyir ki, bu nöqtədən müstəvilərin birini deyək ki, alfa müstəvisinə qədər məsafə 2'dir, beta müstəvisinə qədər məsafə 4'dür. Bu da düzbucaqlı olduğuna görə 4'dürsə paralel olaraq aşağıda 4 olacaq. Deməli, burada düzbucaqlı üçbucaq alınır. 2 və 4 katetlər AO hipotenus olacaq. Pifaqor teoreminə görə kök altda 20.
Kök altı 20'de kökün altında 4 vur 5 deməkdir. Yəni 2 kök 5 C variantı. 70 nömrəli sualda paralel köçürməyə aid sualda x' x plus 4-dən verilib, y' y plus 1 düsturu ilə verilib. A mənfi 3 2 nöqtəsi hansı nöqtəyə keçər? X-imiz mənfi 3'dür, yerinə qoyuruq. Mənfi 3 üstə gəl 4, 1, 2 plus 1, 3. Yəni 1, 3 nöqtəsinə keçir. Düzgün cavab Y variantı. 71 nömrəli sualda diaqonallarının sayı 9 olan qabarıq çoxbucaqlının tərəflərinin sayını soruşur. Qabarıq çoxbucaqlının tərəflərinin sayı n vur n-3 bölü 2. Bunu bərabər edirik 9'a. Buradan kvadrat tənlik alınır. N kvadratı minus 3n minus 18 0. Viet teoreminə görə köklər cəmi müsbət 3. Hasil 18 olmalıdır. Mənfi 18. Deməli bu ədədlər mənfi 3 və 6'dır. Cəm müsbət 3 olduğuna görə böyük kök müsbət olmalıdır. Yəni köklər mənfi 3 və 6. Mənfi 3 kənar köktür. Tərəf mənfi ədəd ola bilməz. Deməli n 6'ya bərabərdir. 72 nömrəli suala baxırıq. Loqaritma 6 ifadəni əvvəlcə vurğulara ayırıb sadələşdiririk. Kəsirin qiyməti 4'ə bərabərdir. Loqaritm 2 əsasdan 4, loqaritm 2 əsasdan 4'ün yerinə 2'nin kvadratı yazırıq. 2 keçir loqaritmanın əvvəlinə. Loqaritm 2 əsasdan 2 1'ə bərabərdir. 2'ni 1'ə vuranda 2. Cavab C variantı. 73 nömrəli sualda A parametrinin hansı qiymətlərində sinus x A-1 böl 2 tənliyinin həlli var. Biz bilirik ki, sinus x'in aldığı ən kiçik qiymət mənfi 1, ən böyük qiymət müsbət 1'dir. Həmin verilən qiyməti, yəni 2'də A-1'i həmin aralıqda qiymətləndiririk. Bərabərsizlik şəklində həll edirik. Əvvəlcə hər bir həddi 2'yə vururuq ki, kəsirdən azad olaq. 2'yə vuranda mənfi 2 kiçikdir, bərabərdir A-1, kiçikdir, bərabərdir 2. Sonra isə üzərinə 1 əlavə edirik ki, ortadakı A-1'də 1'lər islah getsin. Mənfi 2 üzərinə 1 gələndə mənfi 1, 2'nin üzərinə 1 gələndə 3. Deməli A ədədi mənfi 1 3 parçasında qiymətlər alır. 74 nömrəli sualda uyğun tərəfləri paralel olan iki bucaqdan biri o birinin 80%'ini təşkil edir. Böyük bucağın dərəcə ölçüsünü soruşur. Deməli bucaqlardan biri x, digəri x vur 80 bölü 100 olacaq. Biz bilirik ki, uyğun tərəfləri paralel olan bucaqlar eyni adlıdırsa, bir-birinə bərabərdir. Müxtəlif adlıdırsa, yəni biri iti, biri kördürsə, 180 dərəcəyə bərabərdir cəmi. Burada da biri o birinin 80%'ini təşkil edirsə, deməli bunlar müxtəlif adlı bucaqlardır. Ona görə cəmini 180'a bərabər edib tənliyi həll edirik. X 100, elə böyük bucaq 100 dərəcəyə bərabərdir. 75 nömrəli sualda qoşma kompleks ədədləri olarsa, x və y həqiqi ədədlərinin cəmini soruşur. Deməli, z bərabərdir x plus y qoşması x minus y olacaq. Yəni x plus y ədədinin qoşması x minus y. 9 minus x y üstü 5'in qoşması 9 plus x y üstü 5 olmalıdır. Yəni 9'lar eyni olaraq qalır. Yəni x həqiqi hissələr dəyişmir, y 9'dur. Xəyali hissələr isə əksinə dəyişilir. Buradan y üstü 5'i sadələşdirdim. İ'yə bərabərdir bu. İ'nin qüvvətində 5 var. 5'i 4'ə bölürəm. Və yaxud da belə yaza bilərik ki, i kvadratının kvadratı vur i şəklində. I kvadratı mənfi 1, indi əlimdə qələm yoxdur. Elə videonun üzərində izah edirəm də yaza bilmirəm. I kvadratı mənfi 1'dir. Mənfi 1'in kvadratı müsbət 1. Müsbət 1'i də i'yə vuranda olacaq elə i. I üstü 35 də eyni qaydada. I kvadratı üstü 17 vur i. I kvadratı mənfi 1'dir. Mənfi 1'in üstü 17 müsbət 1. Müsbət 1'i i'yə vuranda, daha doğrusu mənfi 1. Mənfi 1'i i'yə vuranda mənfi i. Sonra da gördüyümüz kimi yazmışıq. Sol tərəfi sağ tərəfə bərabər etdirmişik. Sağ tərəfin əksi olan ədədə. Çünki qoşmada axıblar. Buradan x bərabərdir. Mənfi 6 alınır. X və y-in cəmi mənfi 6 və 9 olacaq. Müsbət 3. 76 nömrəli sualda trigonometrik ifadədir, sadələşdirin deyir. Burada başlanğıcda 4 sinus kvadratı alfa və sonunda 4 kosinus kvadratı alfa var. Buradan 4'ü orta quruq çıxartdım. Trigonometrik eynilik alındı. Sinus kvadratı alfa üstə gəl kosinus kvadratı alfa. Bu cəm 1'ə bərabərdir. 4'ü 1'ə vuranda 4. Sonra tangens kvadratı alfa üstə gəl 1 verilib mötərizədə. Biz bilirik ki, o 1 böl kosinus kvadratı alfaya bərabərdir. Yerinə yazırıq. 1 böl kosinus kvadratı alfanı vururuq kosinus kvadratı alfaya. Kosinus kvadratı alfalar ixtisar gedir. 4'dən də 1 çıxanda cavab olacaq 3. 77 nömrəli sualda tənliyin həllini soruşur.
3 vur 5 üstü x üstə gəl 5 üstü x plus 1'i parçalayırıq. 5 üstü x vur 5 üstü 1 şəklində. Sonra gördüyümüz kimi 5 üstü x'i orta qrup çıxardıram. 3 plus 5 bərabərdir 200. 200'ü 8'e bölürəm 25. 25'in yeni 5'in kvadratı yazırıq. Əsaslar eynidir 5'dir. Deməli qüvvətlər də x bərabərdir 2 olmalıdır. Yəni qüvvətlər də eyni olmalıdır. 78 nömrəli sualda birinci kəsirin sürəti x minus 1 kubun açılışıdır. Məxrəcdən 2-ni orta qrup çıxartdıq. X kvadratı minus 1. Bölmə vurmanın əvəz olunur. İkinci kəsir tərsinə çevrilir. X kvadratı minus 2x plus 1. X minus 1'in mötərizə kvadratının açılışıdır. X plus 1 isə olduğu kimi qalır. X minus 1'in kvadratı və x minus 1'in kvadratı sürətdən ikisi gedir. Təkcə x minus 1 qalır. Sonra da ixtisar edəndə elə cavab 2'də 1. Bu da 0,5. Bundan sonrası sadədir. Yəqin ki izaha ehtiyac yoxdur. Yəni 2'də 1, bu da 0,5. 79-85 sayılı tapşırıqlar deməli açıq testlərdir. Ətraflı yazılı cavab tələb olunur. Akt zalında hər sıradakı yerlərin sayı sıraların sayından 8 vahid çoxdur. Deməli olacaq x sıra var. Yerlərin sayı da x plus 8'dir. Çünki deyir ki sıraların sayı yerlərin sayı sıraların sayından çoxdur deyir. Bu zaldakı yerlərin ümumi sayı 384 olarsa sıraların sayını soruşur. Niyə burada vurmuşuq? Məsələn deyək ki 5 sıra var. Hər sırada 4 nəfər otursa cəmi 5 vur 4 20 nəfər var. Burada da eyni qaydada. Sıraların sayını yerlərin sayına vuranda 384 nəfər yer olacaq. Kvadrat tənlik x kvadrat üstə gəl 8x minus 384 0. Biyyət teoreminə görə köklər cəmi -8 olmalıdır. Siz istəsəniz diskriminantla tapa bilərsiniz. Mən biyyətlə də yazdım. Deməli 16 və -24 bu ədədlər cəmi -8 verir. Hasildə -384. 24 mənfi olduğuna görə kənar kökdür. X olacaq 16. Bizdən də sıraların sayını soruşur. 16 sıra var. 80 nömrəli sualda ABCD düzbucaqlısının B təpəsindən AC diaqonalına BM perpendikulyarı çəkilmişdir. AM 9, MC 16 olarsa düzbucaqlının sahəsini soruşur. Biz bilirik ki B düzbucaq təpəsidir və ABC düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən hündürlüyün kvadratı qarşı tərəfdən ayırdığı hissələrin hasilinə bərabərdir. Yəni H-ın kvadratı 9 vur 16 olacaq H12. H12 olandan sonra burada BMC düzbucaqlı üçbucaqdır. Katetləri kvadratları cəmi BC-nin kvadratına bərabərdir. BC olacaq 20. Eyni qaydada BMA da düzbucaqlı üçbucaqdır. 12 və 9'un kvadratları cəmi olacaq 15. Düzbucaqlının sahəsi eni vur uzunluq 15-i 20'yə vuranda 300. 81 nömrəli sualda supermarketdə keçirilən uduş kampaniyası çərçivəsində müştəriyə hər birində 5 AZN, 10 AZN və 20 AZN dəyərində alış-veriş kuponlarından yalnız biri olmaqla 28 zərf təqdim olunur. 20 AZN-lik kuponların sayı 10 AZN-lik kuponların sayından 2 dəfə az, 5 AZN-lik kuponların sayından 16 ədəd azdır. Müştərinin təsadüfi seçdiyi 2 zərfdəki kuponların ümumilikdə 30 AZN dəyərində olması hadisəsinin ehtimalını soruşur. Yazırıq əvvəlcə 5 AZN, 10 AZN, 20 AZN-lik kuponlar. Burada deyir ki 20 AZN-lik kuponların sayı 10 AZN-lik kuponların sayından 2 dəfə azdır. 10 AZN-lik kuponların sayına əvvəlcə 2x deyirəm. Sonra 20 AZN-lik kuponların sayına deyirəm x. Çünki buradan 2 dəfə azdır. Amma deyir ki 5 AZN-lik kuponların sayının 16 ədəd azdır. Deməli 5 AZN-lik kuponların sayı x-dən 16 ədəd çoxdur. X üstə gəl 16. Bu kuponların cəmi 28 ədəd var da. Yəni bu zərflərin sayı cəmi 28 ədəddir. Bunları toplayırıq. X üstə gəl 16. 2x və x-i toplayıb 28'e bərabər edirik. X olacaq 3. Deməli 5 AZN-lik 3 üstə gəl 16. 19 zərf var. 10 AZN-lik 2 vur 3 6 ədəd. 20 AZN-lik elə 3 ədəd. Cəmi 28 zərf oldu. İndi bunlardan təsadüfən ikisi seçilir. Olacaq mümkün halların sayı kombinezon 28'dən 2. Bu yazılar məxrəcdə. İndi 2 zərfdəki kuponların ümumilikdə dəyəri 30 AZN olmalıdır. Baxın 3 AZN-lik, daha doğrusu 20 AZN-lik 3 dənə kupon var. Biz o 3 dənəsindən birini seçsək və 10 AZN-lik də 6 dənə kupon var. O 6'sından da birini seçsək 20 üstə gəl 10, 30 AZN-lik
zərf olur, düzdürmü? 30 azenlik kupon olur. Ona görə olacaq. Kombinizon 20 azenlik kuponların sayı 3 dənədir. 3-dən birini seçirik. 10 azenlik kuponların sayı 6 dənədir. 6-dan birini seçirik. Bu olacaq bizim əlverişli hallar sayı. Bunları da sürətdə vururuq. Buradan hesablamaları aparandan sonra cavab olacaq 21-də 1. 82 nömrəli sualda ABC üçbucağının AB və AC tərəfləri uyğun olaraq O nöqtəsindən çevrəyə çəkilən toxunanlardır. ABC bucağı 40 dərəcə, KMC göğsünün dərəcə ölçüsünü soruşur. Buradakı təpədəki B bucağı 40 dərəcədirsə, biz bilirik ki, OC radiusdur, AC toxunandır. Radius toxunana perpendikulyardır, yəni buradakı bucaq 90 dərəcədir C təpəsindəki bucaq. Deməli, bu üç bucaq düz bucaqlı üç bucaqdır. Digər A təpəsindəki bucağa qalır 50. İndi, başqa nə var burada? O'dan da K'ya radius çəkirik. Burada alındı düz bucaq. Düz bucaqlı alındı. Qabarıq dörd bucaqlı alındı daha doğrusu. A, K, O, C. Dörd bucaqlıdır. Dörd bucaqlının da bucaqlarının cəmi 360 olmalıdır. 2 dənə bucağı 90, 180 verir. Deməli, bura 50-dirsə 130 ilə toplayanda 180 olmalıdır da. Və yaxud da 180-dən 50 çıxırıq, olacaq 130 dərəcə. KOC mərkəzi bucaq 130-dursa, ona uyğun KMC göğsü də 130-dur. Çünki mərkəzi bucaq söykəndiyi göğsün dərəcə ölçüsünə bərabərdir. Cavab 130. 83 nömrəli sualda açılışı şəkildə verilmiş düzgün piramidanın tam səthinin sahəsi 360 olarsa apofemin uzunluğunu soruşur. Düzgün piramidadırsa, bunun oturacağı kvadratdır, yəni düzgün dörd bucaqlıdır. Və həmin kvadratın oturacağının, daha doğrusu həmin piramidanın oturacağının sahəsini veriblər bizə 100. Deməli, yuxarıda yazmışam, kvadratın sahəsi nədir? A kvadratı. A kvadratı 100 olarsa A 10'dur. Deməli, piramidanın oturacağındakı düz bucaqlı kvadratın, daha doğrusu tili 10'dur. İndi tərəfi tapdıq 10. Yan üzləri isə bu düzgün piramida olduğuna görə, yan üzləri də bərabərdir bir-birinə. 4 dənə yan üzü var. Hər bir yan üzündə sahəsini bilirik ki, 2də 1 tərəf və min tərəfə çəkilmiş hündürlük hasili ilə hesablanır. Tam səthinin sahəsi, oturacağının sahəsi və 4 dənə yan üzdən ibarətdir. Yan səthinin sahəsindən ibarətdir. Sadəcə yan üz 4 dənə olduğuna görə, yəni 4 dənə üçbucaq olduğuna görə 4'ü vuracağıq, 2də 1 A vur H-a. Tam səthinin sahəsini 360 veriblər. Oturacağının sahəsində 100 veriblər. Üstə gəl 4 vur, 2də 1 A vur H. 360'dan 100 çıxanda 260 bərabərdir 2AH. A-nı tapmışdıq biz yuxarıda 10'dur. Deməli, buradan apofem H olacaq 13. Apofem nədir? Apofem yan üzün hündürlüyü. 84 nömrəli suala baxırıq. Cədvəldə bir qrupdakı tələbələrin boylarının uzunluqlarına görə sayları haqqında məlumat verilmişdir. Bu qrupda boyu 170 cm-dən çox olan oğlanların sayını tapın deyir. Deməli, oğlanların sayı 170 cm-dən az olanlar, Y üstə gəl 3x 21 nəfərdir. 170 cm-dən çox olanlar 2y üstə gəl x 17 nəfərdir. Tənliklər sistemidir, həll edirik. Yəni, gördüyümüz kimi 2'yə vurmuşam birinci tənliyi, sonra tərəf-tərəfə topladıq. x 5, y 6 alınır, apar bir yerinə qoyuruq. Bizdən soruşur ki, 170 cm-dən çox olanlar, 170 cm-dən çox olanlar 2y-dir, 2'ni də 6'ya vuranda 12 nəfər. Və sonuncu sual. A nöqtəsi koordinatları MN-dir və bu y bərabərdir x kvadratı minus 8x üstə gəl 18 funksiyasına uyğun parabolanın təpə nöqtəsidir. Parabolanın təpə nöqtəsinin koordinatlarının tapılmasını bilirik. M bərabərdir -2AB, n bərabərdir 4AC minus B kvadratı bölü 4A. Buradan tapdıq ki, M 4, n də 2'dir. Deyir ki, bu funksiyanın qrafikinin apsis oxuna və o apsis oxuna, koordinat başlanğıcına və ordinat oxuna nəzərən simmetrik çevrilmələrindən alınan parabolaların təpə nöqtələri uyğun olaraq BC və D nöqtələridir. Baxın, əvvəlcə bu parabola birinci rübdədir, düzdürmü? Sonra ordinat oxuna simmetrik çeviririk, yəni düşür bu ikinci rübə. Koordinat başlanğıcına simmetrik çevirəndə düşür üçüncü rübə və apsis oxuna simmetrik olanda düşür dördüncü rübə. Bu zaman bunun apsis və ordinatı da, yəni təpə nöqtənin apsisi və ordinatı da uyğun olaraq rüblərə görə işarələri əksinə dəyişilir. İkinci rübdə olacaq -4, 2.
Üçüncü rübdə, yəni C nöqtəsi -4, -2, ikisi də mənfi olur. Dördüncü rübdə 4 -2 olur və burada düzbucaqlı alınır. Bu məsafə, baxın, uzunluğu B-dən C-yə qədər 4, 4, 8, eni isə 2, 2, 4-dür. Perimetr soruşulur. 8 plus 4, 12, 2-yə vuranda 24. Sınağın əlləri bu qədər, yəni daha doğrusu imtahan suallarının həlli bu qədər. Ümid edirəm ki, aydın oldu. Dediyim kimi, vaxt az idi deyə həllərini yazıb yerləşdirmişdim, amma başqa bir musiqi ilə videonu yerləşdirdim deyə blok elədi YouTube videomu. Ona görə təzədən bunun üstündə izah etmək istədim. Sağ olun.